bir məqam da var. Bayaqlar siz verilişdə əyri oturub düz danışmaqdan danışdınız. Bir də var ki, gözün içinə dik baxmaq. Siz insan var ki, gözün qaçırdır. Gözün içinə baxmağa qorxur. Adətən bir-birini çoxdan tanıyan insanlar üçün deyirlər onu. Çox oturub duran insanlar üçün və yaxud bir yerdə iş görüblər, bir yerdə müəyyən hadisələrin içərisində olublar, macəraları olub. O insanlar hətta üz-üzə oturmaq, söhbət etmək, üz-üzə oturmaq belə ola bilər ki, çətin olsun. İnsan birinci müdafiəsini düşünür. Bu nəyə bənzəyir? Məsələn, götürüb bir şey belə atsalar adama, birinci əlini gözünə tutur. Başqa yerlər əzilmir bəyəm insanın. Amma gözü ilə gördüyünə görə, göz o daha tez sezdiyinə görə o təhlükəni, onun üçün insan birinci gözünü tutur. Bu da necə avtomatikdirsə, refleksdirsə, insanın özünü müdafiəsi də refleksdir. Yəni, söhbət əsnasında mənim xoşuma gəlməyən və yaxud, bilmirəm, məni pis, çətin vəziyyətə qoya biləcək tərəfə əgər mövzu gedəcəksə, mən avtomatik oradan qaçmaq üçün müdafiə olunacağam. O müdafiə sırasında gözü də qaça bilər adamın. Anladım.